Gəldi, bir ay, 20 gün qaldı. Mən də evdəkilərə dedim, yəni bacımla, balaca bacımla anama dedim ki, yəni bu mənə yaxınlıq vermir. Yəni yaxınlıq deyəndə o da elə oldu, bu da belə oldu. Sən Allah. Aydın, Başqa şey danış. Yəni əlaqədə ola bilmirəm, ünsiyyətdə ola bilmirəm bununla. Söhbət eləyəmirsən. Bu mənə dedi ki, nə bilim vallahi bu sözün yeridirmi? Burada Pis söz demə, efirdir. yox, o test deyilən şey var. Nə bilim qadınlar belə. Yox. Hamiləlik. Gəldi ki, gözün aydın. Evdən DNT testi keçirdilər Layla xanım, o test o. Evdə hamiləliyin testi də, yəni bildirir ki, xanımların o şey. başa düşdüm, dərinə getmə. İndi sən dərinə getmə. Bu ölkədə torpaq uğruna can verən, gəncliyini vətən naminə fəda edən oğullarımız var. Amma baxın bu xalqın efirində nədən danışılır? Bir kişi çıxıb qadın mənimlə 1 ay 20 gün qaldı, amma mənə yaxınlıq etmədi deyə efirə uyğun olmayan sözlər danışır. Oradakılar isə gülür. Bu təkcə etik pozuntu deyil, xalqın mənəviyyatına və şəhidlərimizin xatirəsinə qarşı hörmətsizlikdir. Efir insanların evinə girən məkandır. Orada səviyyə, ədəb, mədəniyyət olmalıdır. Amma indi ekranlarda reyting naminə hər şey satılır. Dəyərlər, tərbiyə, hörmət. Nə üçün bu xalqın övladlarının qəhrəmanlığı, elmin, gəncliyin uğurları deyil, belə bayağı söhbətlər müzakirə olunur. Azərbaycanın minlərlə ailəsi şəhid verib, analar o ağrını hələ də yaşayır, biz isə efirdə kim kiminlə neçə gün yaşayıb, kim kimə yaxınlıq etməyib onu dinləyirik. İzləyicilər haqlı olaraq qəzəbləniblər. Bu cür verilişlər bu milləti rüsvay edir. Bu milləti düşünülmüş şəkildə məhv edirlər. Baxın hansı oğullar torpaq uğrunda can verib, kimlər yaşayır. Adam Azərbaycan kişisidir, efirə çıxıb belə şeylər danışmaz. Bu tənqidlər tək bir verilişə yox, bütövlükdə televiziya səviyyəsinə ünvanlanır. Reyting naminə dəyərlər satılmamalıdır. Bu xalqın övladları şəhid olur. Efirdə isə səviyyəsizliklərə gülürlər. Bu gülməli deyil, ağlamalı mənzərədir. Rəna Rövşən qızı, BTV.